Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrəfil ənbiyyə və mursalin. Alə seyyidina nəbiyyina Muhammedin və alə alihi və səhbə əcməin. Rabbi şirahli sadri və yəssirli əmri və ahlul uqdatan bil lisani yefqahu qavli. Birincisi, əziz və dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, ilk öncə özümə, sonrasın hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında, Allahdan ən çox qorxanınız, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Taalanın üzərimizdən əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Və biz, Allah həmd olsun, təqva olan bir aydayıq və bu ay təqvanı artırmaq üçün, Allah qorxusunu çoxalmaq üçün bir fürsətdir və ilk öncə Allaha sonsuz sayda həmsənanlar olsun ki, yəni Allah Taala bizi bu aya yetişdirib, bu ayın oruclarını tutmağı bizə nəsib edib. Və dua edirəm ki, sona qədər gözəl bir şəkildə, Allah və Rasulun istədiyi şəkildə sona qədər çatdırmağı Allah Taala bizə nəsib etsin, ibadətlərimizi qəbul etsin və bizim üçün asanlaşdırsın. Həqiqətən də Ramazan ayı müsəlman bir kimsə üçün fürsətdir. İstifadə edən həqiqətən də xeyrə nail olmuşdur. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, həqiqətən də Ramazan ayı daxil olduqda cənnətin bütün qapıları açılar və cəhənnəmin bütün qapıları bağlanar. Və elə bir qapı olması ki, bağlı olmasın. Və bir cartı çağırar, tələs. Xeyir əməl edən tələs deyir. Və pis əməl edən isə dayan. Yəni o şər işlər və pis əməllərini etkinən, tövbə etkinən, düzəlginən və xeyir işlərini etkinən bu ayda çoxal. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem də bu ayda çoxallardı yaxşı işlərini. Zəkat verməkdir, sədəqə verməkdir, Quran oxumaqdır, dualardır, zikirlərdir, təravih namazlardır, meçidlərdə iştirak etməkdir, cəmaat namazlarında olmaq. Bunlar hamısını nə etməlisən? Çoxaltmalısan. Çünki bu fürsətdir, bu ay sənə verilib. Ona görə də çalış ki, bu ayın mükafatını, savabını qazan yenə. Və bu günləri qısa da olsa Ömər ibn Xattab radiyallahu anhunun, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabəsi, cənnətlə müjdələnmiş sahabələrdən biri, deyir ki, Allah subhanahu ta'ala məni imtihan edəndə onda 4 dənə neymət qoyub. Yəni imtihanın özü gəldikdə mənə, Allah subhanahu ta'ala o imtihanda mənim üçün 4 dənə neymət qoyub. Ona görə də Allah Taala'dan gələn hər bir şeyi sahabələrə baxırıq ki, onlar o şeyi özləri üçün xeyir görürlər. Hətta o imtihan olsa da, bizim üçün pis görsənsə də, onlar bu imtihandan xeyirlər çıxardardılar özləri üçün. Necə ki, İbn Qeym rahimehullah öz kitabında günahların faydalarından danışır. Günahların faydalarından danışır İbn Qeym rahimehullah. Yəni təsəvvür edib oturub fikirləşsən ki, günahın nə faydası ola bilər insana, amma İbn Qeym şeyx orada o qədər faydalar gətirir ki, hansı ki, oxuduqca dəhşətə gəlirsən ki, subhanallah, yəni gör insan o günahlardan hansı faydalar çıxardıb ki, insan günaha düşəndən sonra özü üçün nə ibrətlər çıxarmalıdır. Özü üçün nə kimi ibrətlər çıxır. Çünki olur ki, İbn Qeym orada deyir ki, misal üçün deyir ki, elə olur ki, görürsən ki, insan günahdan qabaq, yəni o günaha düşməmişdir. Bəlkə bəzi əməllərdə səhlənkar edir, lakin günaha düşür, günaha düşəndən sonra Allah Taala ona tövbə nəsib edir. O tövbədən sonra onun imanı elə dərəcədə qalxır ki, yəni əməlləri çoxalır. Yəni görürsən ki, o əvvəlki vəziyyətindən nədir? Daha çox irəli gedir, yəni imanında, hər bir şeyində. Və həmçində imtahanlar da belədir. İnsana imtahan gələndə, insan o imtahanların nə kimi faydaları olduğunu etməlidir, görməlidir, axtarmalıdır. Ona görə də Ömər radiyallahu anh deyir ki, yəni Allah Taala'nın mənim üçün göndərdiyi o imtihanda mənə 4 dənə neymət qoyub. Birincisi nədir? Deyir ki, imtihanı dinimdə etməyim. Subhanallah. Bu önəmlidir, qardaşlarım. O imtihan sənin dinində gəlmir. Yəni, dünyavıdır. Kimsə malını itirib, kimsə övladını itirib, kimsə işindən olub, kimsə nə bilim, vəzifəsindən çıxardıblar. Müxtəlif xəstəlik gəlir və yaxud da borca düşür. Bunlar hamısı nədir? Dünyavi, sənin dinindədir. Əgər sən salamatsansa, Allahın dinindəsənsə, Peyğəmbər sallallahu əmrlərini yerinə yetirirsənsə, Peyğəmbər sallallahu buyruqlarını yerinə yetirirsənsə, bu sənin üçün böyük bir nemətdir. Ki, bu sənin dinində olmayıb bu imtihan. Dinində imtihan nə olmaz? İnsanın azmasıdır.
İnsanın hansı bir bidət firqələrə gelib düşməsi. Bu insanın dinində nə etməsidir? Azması və dinində imtihana düşməsidir. Və adi bir misal olaraq bu Ramazan ayının başlaması və yaxud da Qurbanlıq ayının başlaması. Görürsən, nə qədər insanlar imtihana düşürlər. İmtihan da olacaq. O fikirləşmə, o elə bir ki, mən 18-i tutdum, ura, mən hamıdan qabağa keçdim. Mən daha çox Peyğəmbər sallallahu sünnəsini sevirəm, məndən yoxdur. Zəng gedir, hələ şeyxə telefonla danışır ki, yox, sən deyirsən. Bu insan, ağılsız insandır o insan. Sən nə axtarırsan? Sən imtihana düşmürsən, Allah Subhanahu taala səni imtihan edib. Sən o fitnəyə düşmürsən. Salamat qalmaq üçün insan nə edir? İnsan, elhamdülillah, dinində salamat olmaq nədir? Elhamdülillah, cəmaat nə deyir? Ayın 19-u rəsədxana görüb ayı, salam, sən nə axtarırsan? Niyə fitnə salarsan? Niyə söz-söhbət salarsan? Rahat başlı sal aşağı, nə əmr olunub, nə deyilmişsə, onu yerinə yetir, salam. Özü elə bir əməldə hansı ki, nə vacibdir, nə fərz olan bir şeydir, sünnə olan bir şeydir, elhamdülillah. Heç kəs gəlib deməyib ki, sənə ki, sən Məkkə ilə gitmə. Hədis var ki, Məkkədə ay çıxanda Məkkə ilə tutmalısan. Belə bir hədis yoxdur. Belə bir şey yoxdur. Ona görə də nə gəlibsə cəmaatla başlamalı, cəmaatla bitirməli. Və indi onlar nə oldu? Dinlərində fitni imtihana oldular. Qədr gecələrində gələcək ki, biri deyəcək, yox, bir gün belədir, bir gün yaxşı. Onda Qədr gecələri deyəcək, hansı günə düşür? Ailəm deyəcək. Bayramda gələcəklər, gözləyəcəklər. Bir gün tutmayacaq, ondan sonra bayramı bizimlə etməlidirlər olar. Gör nə qədər sən şeyə düşmüsən. Çətinliyə salmısan özü. Ona görə də Peyğəmbər sallallahu nə deyir? Deyir ki, dini asanlaşdırın. Din asandır. Kim o ilə çəkişməyə çıxarsa dinlə, din ona qalib gələcək. Ona görə də imtihan, Ömər Azam deyir ki, imtihanı Allah Subhanahu taala nədir? Dinimdə etməyib. Ən gözəlidir. Həqiqətən də imtihan əgər sənə dinində gəlməyibsə, elhamdülillah qalan dünyəvi şeylər ola hamısı gəlib gedəcək, düzələcək olar. Əsas odur dində azmayasan. Dində gedib xavaric dəstəsinə düşməyəsən və yaxud da hansısa bir Allahdan qeyrisinə ibadət edənlərə, Allahdan qeyrisini çağıranların içərisinə gelib düşməmişsən. Bu özü böyük bir nemətdir. Vallahi dünən bir qardaş var. Qardaşa o namaz qılan idi. İbadət əhli deyil, deist olub deyir qardaş. Allah qorusun. Deist. Və ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm nə etdi? Allahdan istəyir ki, ya Rəbb, bizi sabit elə. Dinin üzərində, bizi sabit etkilər. Bu dinin üzərində. Sonra Ömər radiyallahu anh deyir ki, ikinci hansı ki Allah Subhanahu taala məni imtahan etdiyi zaman o 4 dənə xeyir var orada. Yəni Allah Taala görün nə deyir Subhanahu. Deyir ki, yəni baxın görün bir dənə imtahandan nə qədər faydalar çıxar. Deyir ki, Allah Taala yəni bundan böyük imtahan verməyib mənə. Sən başına nə gəlirsə, bil ki, ondan pisi də var. Yəni ondan da pisi var. Sadəcə Allah Subhanahu taala nə deyir? Səni bu ilə imtahan edir. Yəni bundan böyük sənin başına gəlməyib, ona görə də sən səbr etməlisən. Və səndən də çətin olanların halına baxıb Allaha şükür etməlisən ki, ya Rabbi, sən şükür olsun ki, sən məni onlar kimi etməmsən. O Peyğəmbər sallallahu əleyhi və səlləm müsəlmanın qalasında dua var, deyir ki, xəstə bir ağır bir xəstəyə düçar olanı görəndə dua edirsən. Müsəlmanın qalasında var, ağır bir xəstəliyə düçar görürsən onu və dua edirsən ki, ya Rabbi, sənə qardaşa onun üçün şəfa diləyirsən Allahdan və deyirsən ki, ya Rabbi, yəni onun etdiyin o imtahanla məni imtahan eləməmisən. Ona görə şükür edirsən Allah. Yəni, ona görə də elhamdülillah ki, yəni, bundan böyük bir imtihan yəni, sənə gəlmir. Bundan böyük bir imtihan sənə verilmir. O, belə bir rəvayət kimi də var. Deyir ki, bir nəfər olur, həmişə başına həmişə imtihanlar gəlir və gəlir məsləhət aldığı şeyx olur. O şeyxin yanına gələndə həmişə ondan deyir ki, bəs mən filan başıma belə bir imtihan gəlir, belə bir şey olur. O da deyir ki, ona həmişə səbirli ol. Hər bir şeydə xeyir var. Səbirli ol, hər bir şeydə xeyir var. Axırda bir günləri gələndə elə bir hadisə gəlir ki, başına bu hadisə nəticəsində qolunu itirir. Qolunu itirir və gəlir o şeyxin yanına ki, bəs belə bir çətin bir imtihan olub, qolumu itirmişəm, nə məsləhət görürsən? Deyir ki, hər bir şeydə xeyir var. O da qalır, deyir, o şeyx çəyələ, mən həmişə nə gəlmişəm, deyirsən, hər şeydə qolumu itirmişəm, bundan da xeyir. Bundan o tərəfə nə xeyir olsun məzur? Qolum itir, qolum yoxdur. Yəni, deyir, deməli, minirlər bir günləri çıxır karvana, karvanla yol gedirlər, quldurlar hücum edir o karvanın üstünə, karvanda hamını həbs edirlər, mal qaralarını, əllərində nə varsa, hər şeylərini alırlar
Və deyirlər ki, biz birinizi də mütləq edam eləməliyik də. Karvan başçısı da görür şikəst budur. Bunu təlir qabağa ki, gələ də bunu götürün. Qurban kimi verirlər ki, bunu öldürün geçsin. Bir şikəst adamdır. Kimə lazımdır? Hə. O da gətirirlər o quldurların başçısının yanına. Görür o bu şikəstdir. Deyir ki, siz nə sayırsınız ya? Bu şikəsti mən nə edirəm? Mənim yanıma göndərmişsiniz. Yaddan çıxır ki, şeyxin sözü ki, hər şeydə bir xeyir var da. Yəni, qolu olsaydı, bunu edam eləmişlər, gedəcəkdi. Deməli, bunda onun üçün nədir? Böyük bir xeyir var. Sadəcə bir misaldır. Ona görə də insan gərək hər bir şeydə ondan daha, yəni, səndən daha pis vəziyyətə düşənlər həmişə fikirləşəsən ki, səndən də pis xəstəliyə düçar olanlar var, səndən də evsiz, eşiksiz olanlar var, küçədə qalanlar var, çətinlik. O, 1-2-3 gün bundan qabaq o video çıxdı, qabağımızda bir qadın idi, Afrikada. Hicablı qadın. O deyir ki, nə səxur yeməyə yiyim, nə də iftar, heç nəyimizdir yoxdur da. Heç nə, Allah. Amma deyir, oruç tuturam, nə çünki Allahın əmridir. Tutacam da deyir. Ölsəm də deyir, tutacam. Elhamdülillah. Ona görə Allah əmri olsun, oturmuşuq, gör nə boyda neymətlər var qarşımızda, yeri. Hə. Nə boyda neymətlər, hələ bəyənmir də, deyir ki, bir az oldu. Nə bilim, bir-birimiz deyir, bir çox oldu. Kasamız doluydu, yəni. Hələ bəyənmir idi. Ona görə insan gərək həmişə bu şeyləri nə etsin, fikirləşsin. Görürsünüz, imtahandan nə qədər insanlar faydalar çıxarır. Sonra Ömər radiyallahu anh deyir ki, Allah təala mənə imtahan etdi, 4 dənə nemət qoyub. Üçüncü deyir, Allah mənə səbr etməyi nəsib edir. Hər adam səbr edə bilmir. Hər adam o gələn başına gələn imtahana səbr edə bilmir. Görürsən ki, etiraz edir Allaha. Niyə görə belə oldu? Nə bilim, uşaq idi, cavan idi, başına gəlməzdi. Yəni etirazlar. Amma müsəlman, amma dinimiz bizə öyrədir ki, insan nə etməlidir? Səbr etməlidir və o səbr də imtihanın ilk anında olur. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem o qadına nəsiyyət edir ki, uşağı ölmüşdü oğlu ki, səbirli ol. O da dedi ki, sən bilməzsən də, mən övladımı itirmişəm, filan. Lakin sonradan qadın başa düşür ki, o Peyğəmbər sallallahu aleyhi ve sellem idi və gəlir yanına deyir ki, səbir ilk anında olur. Lakin səbirdən də yüksək mərtəbə var da. Yəni, bilirsiniz, səbirdən yüksək mərtəbə razılıq mərtəbəsidir. Həm səbir edirsən, ola bilər içində şeyin var da, narazılığın var da, istəmirdim belə bir şey. Lakin səbir edirsən, bir də var, razısan. O, ondan da yüksək mərtəbə. O, hər adama nəsib olmur. Hər adama nəsib olmur. Ona görə sən səbir etməkdən də əlavə, sən Allahın göndərdiyi o imkanına nə edirsən, razısan ki, elhamdülillah, bu olmalıdır, vəssalam. Allah, elə şeylər var ki, qardaşlarım, o şeylərdə biz seçim edə bilmirik. Seçimimiz yoxdur. Biz valideynlərimizi seçə bilmərik, atamızı, anamızı və yaxud da öz övladımızı seçə bilmərik. Övladım saçı belə olsun, burnu belə olsun, gözü belə olsun. Və belə şey yoxdur. Allah nə veribsə sən oldu, qutardı, getdi. Günəşin çıxması, ulduzların çıxması, ayın batması, günlərin gəlməsi, gecə gündüzün əvəz olmalı. Bu hamısı Allahın istəyi altında. Allah necə istəyib o cürə də gedir, qaydasındadır. Bunları heç kəs dəyişə bilməz. Ona görə görsə biz istədiyimiz vaxt gülə bilmirik, istədiyimiz vaxt ağlaya bilmirik, istədiyimiz vaxt ağrı gəlmir bizə. Hamısı Allah subhanətə o hisslər var. O elə belə deyil ki, insanın bir dənə dilində, elə bax dilində, bəlkə də bir 10 cürə dad bilmə yerləri var. Hansısa hissəsi şirini bilir, hansısa hissəsi duzluğunu bilir, hansısa bir acını bilir. Hərəsi bir şeydir Allah subhanətə Allah görünəcə yaratıb səni. İstədiyin vaxt sən sevinə bilmirsən, gülə bilmirsən, ağlaya bilmirsən. Amma Allah subhanətə Allah görürsən ki, elə vaxt gəlir ki, insan sevinir, insan gülür, insan ağlayır. Hamısı öz vaxtları. Yəni, bu Allahın əlində olan bir şeylərdir. Sonra deyir ki, Ömər ibn Xattab radiyallahu anh deyir ki, 4 dənə, yəni imtihan gələn 4 dənə nemət qoyub, onlardan sonuncusu Allah bu imtihana səbr etdiyim üçün mənə deyir mükafat verəcək. Yəni, səbir etdiyim üçün Allah subhanətə Allah bu imtihana mənə nə edir? Mükafat verəcək. Sən həm imtihan gəlib. Şükür edirsən ki, bundan böyük bir imtihan gəlməyib. Həm səbir edirsən və səbir etdiyi üçün Allah təala sənə ona görə nə edir? Mükafat verir. Görürsən ki, insan səbir edir, dözür. Görürsən ki, Allah subhanətə elə bir qapı açır ki, deyirsən ki, Allah subhanətə səbir etdim. Yaxşıdır ki, səbir etdim vaxtında. Etirazımı bildirmədin, filan şeyinə cavab vermədin. Aləm deyərdi bir-birinə. Səbir etdiyin üçün Allah subhanətə nə etdi? Sənə xeyirli bir, gözəl bir qapı açdı. Sənə bir yol açdı ki, sən o imtihandan, o səbirdən nə etdi? İmtihandan çıxasın. Həqiqətən də, yəni, ümumiyyətlə, yəni, sahabələrin həyatıdır, yaxud da o salih insanların həyatı çox faydalarla doludur. O faydaları oxuyanda insan həqiqətən də özü üçün oturub düşürür, bir ibrət alır ki,
Bu imtahanlar, sınaqlar hər bir kəsin həyatında var. Elə bir insan yoxdur ki, imtahan olunmasın, sınağa çəkilməsin, çətinliyi olmasın. Hamının həyatında var. Sadəcə hər bir insan fərqli-fərqli qarşılayır onu. Fərqli-fərqli qarşılayır. Allah Subhanahu taala bizi eşitib faydalardan etsin. Həqiqətən də Allahın göndərdiyi imtahanlara səbr edən qullarına etsin, razı qalan qullarına etsin. Çünki o insanın başına, əgər sən ibadət əhlisənsə, Allahı tanıyan, Peyğəmbəri tanıyan, dini tanıyan bir insansansa, sənə imtahan gəlirsə, bilginə ki, Allahın səni təmizləməsidir. Allah Taala'nın səni ucaltmasıdır. Allah Taala'nın səni sevməsidir. Səbr eləməlisən. Əlhamdülillah, Peyğəmbərlər imtahan görüblər. Peyğəmbərlər imtahan görüblər, özdəki ən şiddətli imtahanlar görüblər. Yəni, bu o demək deyil ki, Allah onları sevmirdi. Şey o. Əksinə Allah Subhanahu taala onları nə edir? Dərəcələrini qaldırdı. Və həmçində ibrət idi insanlara ki, insanlar baxsınlar və onlardan nə etsin, ibrət alsınlar ki, bəli. Səbr edəcəksiniz, Allah Subhanahu taala mükafat verəcək. Yəni, səbr etməyi uduzmaq demək deyil. Səbr etməyi əksinə nədir? Qalibiyyətdir. Allah bizləri bağışlasın, bizləri əfv etsin, Allah razı olsun. Subhanəkə Allahumma və həmdə əşhədən əstəğfiruka və etûbü ileyk.